İndi sizə qan düşmənçiliyindən danışacağım. Çox vaxt belə hadisələri nostalji türk filmlərində görmüşük, amma kin, küdurət ki var, real həyatda da insan gözlərini, yəni bir çox insanların göz yaşları qoyur və 2 gün öncə Türkiyədə təhsil alan, Bakıya məzuniyyətə qayıdan tələbənin qətlə yetirilməsindən xəbər vermişdik sizə. Bu da bir qan davasının nəticəsi idi. Simnarə bugün qətli törədən şəxsin etiraflarının lenti alıb. İki gün əvvəl Sabunçu rayonu Zabrat qəsəbəsində baş vermiş güllələnmə hadisəsinin təfərrüatları ortaya çıxıb. Cinayəti törətməkdə təqsirli bilinən Ağsu rayon sakini 21 yaşlı Kamil Fərəcov Türkiyədə təhsil alan Yaqub Musayevi öldürdüyünü, onun dayısı oğlu Pərvin Mehdiyev isə yaraladığını etiraf edib. Hadisə günü tezdən evdən çıxdım. Tutqamın altında da silah idi. Getdim internet kluba. Mən oradan da belə evə gələndə çıxıb qalağıma vurmuşam. Ürəyimdə ona qarşı kin olub da, yəni belə. Mən də vurum, çıxıb qalağıma, o bilsiz necə, o belə həmişə gülürdü, mənə baxıb, qıcıqlandırırdı. Məndə də biraz xoşuma gəlmirdi. Getdim evə, evdə də silah tapdım. Yəni dedim ki, nəsə buna eləyəcəm də belə, bu olmaz bu qədər, adama əziyyət verir. Qətildə istifadə olunan Winchester markalı silah patronları ilə birlikdə hadisə yerindən götürülərək istintaqa təqdim olunub. Xatırladaq ki, hər iki tərəf qonşudular və neçə illərdir ki, qan düşmənidirlər. Bu səbəbdən də mərhum Yaqub Musayevin atası Rabil Musayev məhkumluq həyatı yaşayır. Çünki o 2012-ci il yanvarın 6-sında mübahisə zəminində Kamil Fərəcova bıçaqla xəsarət yetirib. Onun qardaşı Rəfail Fərəcovun isə başını kəsərək amansızlıqla qətlə yetirib. Hadisədən 2 il keçməsinə baxmayaraq Kamil Fərəcov Rabil Musayevin oğlu Yaqub Musayevi güllələyərək məsələni qanla yuyub. Faktla bağlı Sabunçu rayon prokurorluğunda cinayətçi başlanıb. Simnarə Həmid qızı Elnur Abbasov, Space.